Dərdə qalan çapıqlar bir çox insan üçün sadəcə estetik problem deyil. Bəzən insanın özünə inamına və sosial həyatına və hətta güzgüyə baxışına belə təsir edə bilir. Xüsusilə sınaqlardan sonra yaranan çapıqlar üz nahiyəsinə daha çox diqqət çəkir. Bəs bu çapıqları tamamilə yox etmək mümkündürmü? Hansı prosedurlar daha effektivdir? İlk növbədə bilməliyik ki, bütün çapıqlar eyni deyil. Çapığın növü, dərinliyi, yaranma səbəbi və dərinin xüsusiyyətləri müalicə seçimində əsas rol oynayır. Məsələn, sınaqdan sonra yaranan çapıqların bir hissəsi dəridə çökəklik şəklində olur. Bəziləri isə əksinə dərdə qabarmış formada görünür. Ona görə də hər çapığa eyni proseduru tətbiq etmək düzgün yanaşma deyil. Bəs ən çox istifadə olunan prosedurlar hansılardır? Bunlardan biri fraksional lazer prosedurlarıdır. Lazer dərinin müəyyən qatlarına kontrollu təsir göstərərək kollagen sintezini stimullaşdırmağa və dəri səthinin yenilənməsinə kömək edə bilər. Digər üsullardan biri mikronidlingdir. Bu prosedur zamanı dəridə çox kiçik mikrokanallar yaradılır və dərinin öz bərpa mexanizmləri stimullaşdırılır. Bəzi çapıq növlərində kimyəvi peelinglər də müalicə planının bir hissəsi ola bilər. Lakin peelingin növü və konsentrasiyası dəri tipinə və problemə xarakterinə uyğun seçilməlidir. Daha dərin və xüsusi tipli çapıqlarda isə subcision kimi prosedurlardan istifadə olunur. Bu zaman çapığın altındakı yapışmış toxumalar xüsusi üsulla ayrılır və dərinin daha hamar görünməsinə şərait yaradılır. Bəzən isə ən yaxşı nəticə yalnız bir prosedurla deyil, kombinə edilmiş müalicə ilə əldə edilir. Məsələn, müxtəlif mikronidling və digər prosedurlar mərhələli şəkildə tətbiq oluna bilər. Burada çox vacib bir məqam var. Çapıq müalicəsi bir seanslıq proses olmaya bilər. Nəticə çapığın dərinliyindən, dərinin bərpa qabiliyyətindən və seçilən prosedurdan asılı olaraq dəyişir. Həmçinin evdə istifadə olunan məhsullar da müalicənin mühüm hissəsi ola bilər. Günəşdən qorunmaq, düzgün dəriyə qulluq etmək və dermatoloqun tövsiyə etdiyi aktiv maddələrdən istifadə etmək müalicənin nəticəsinə təsir göstərə bilər. Ən böyük səhvlərdən biri isə internetdə görülən prosedura heç bir müayinə olmadan öz dərisinə tətbiq etdirməkdir. Çünki bir insan üçün effektiv olan prosedur başqa bir insan dərisində eyni nəticəni verməyə bilər. Əgər üzünüzdə sınıq çapıqları, travmadan qalan izlər və digər çapıqlar varsa, ilk addım onların düzgün qiymətləndirilməsidir. Unutmayın, məqsəd sadəcə çapığı yox etmək deyil. Əsas məqsəd dərinin strukturunu yaxşılaşdırmaq, çapığın görünüşünü azaltmaq və mümkün qədər təbii nəticə əldə etməkdir. Sizin də çapıq probleminiz varsa, dermatoloqa müraciət edərək dərinizə uyğun müalicə planı müəyyənləşdirə bilərsiniz. Bu mövzuda daha ətraflı məlumat üçün kanalımıza abunə olun və videonu bəyənməyi unutmayın.